Salam, 5-ci sinif Azərbaycan tarixindən 39-cu, sonuncu dərsimizə keçirək. Dərs 39. Lütfizadə. Lütfi Rəhimoğlu Ələsgərzadə riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka araşdırmacısı olub. O, 1921-ci ildə Bakıda anadan olmuş, 3-cü sinifədək təhsilini Bakıda almışdır. Ailəsi ilə birlikdə Tehrana köçən Lütfizadə orta və ali təhsilini burada tamamlamış, daha sonra Amerika Birləşmiş Ştatlarına köçmüşdür. Burada mühəndis elektrik ixtisası üzrə alimlik dərəcəsi almışdır. Lütfizadə 1959-cu ildən ömrünün sonuna dək Kaliforniyadakı Berkeley Universitetində dərs demişdir. O, kompüter elmi üzrə əməkdar professor olmuşdur. Bunu bilmək maraqlıdır. Heç zaman Azərbaycanlı olduğumu gizlətməmişəm. Əksinə, bununla qürur duymuşam. Bu sözləri dünya şöhrətli Azərbaycanlı alim Lütfizadə demişdir. Bu cümlə onun vətənini, xalqını çox sevdiyini, millətinə nə qədər bağlı olduğunu göstərir. Həyatı boyu yenilik ruhu ilə yaşayan Lütfizadəyə dünya şöhrəti qazandıran onun qeyri-səlis məntiq nəzəriyyəsidir. Onun kəşfi elm və texnikanın bütün sahələrində mühüm rol oynamış, riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafına böyük təsir göstərmişdir. Kibernetika, idarə sistemləri, üsul və vasitələri haqqında elmdir. Bilirsinizmi? Lütfizadədən bu nəzəriyyənin mahiyyətini soruşanda o belə cavab vermişdi. Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin əsas mahiyyəti odur ki, mütləq heç nə yoxdur. Yəni, dünyada hər şey ancaq ağdır və ya qaradır fikri doğru deyildir. Bu ikisinin arasında müəyyən aralıqlar var. Konfliktləri həll etmək, həqiqəti üzə çıxarmaq, dəqiq hesablamalar aparmaq üçün bu aralıqlara diqqət yetirmək lazımdır. Professor Lütfizadə və bir çox alimlər qeyri-səlis məntiqi gələcəkdə süni intellektin yaradılması üçün bir vasitə kimi görürdülər. Qeyri-səlis məntiq adlı elmi konsepsiyasını təqdim edərkən Lütfizadə söyləmişdi. Bunun vacib olacağını bilirdim, ancaq dünya miqyasında bir hadisə olacağını xəyal etmirdim. Dünyanın bir çox iri şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsindən videokameraların, paltaryuyan və tozsoran maşınların, avtomobil və qatarların idarə olunmasında istifadə ediblər. Lütfizadə dünya elminə digər nəzəriyyələr də bəxş etmişdir. Alimin sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüterlər təxmini məntiqi nəticə çıxara bilir. Belə kompüterlər bir növ insan beyninin texniki modelidir. Bilirsinizmi? Lütfizadə 1989-cu ildə sənayedəki qeyri-səlis məntiq nəzəriyyəsinin uğurlarına görə Yapon alimlərinə verilən ən yüksək Honda mükafatına layiq görülmüşdür. Alimin uğurları Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilmişdir. Mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dostluq ordeni ilə təltif edilmiş, 2016-cı ildə Azərbaycan Respublikasının Nizami Gəncəvi adına qızıl medalına layiq görülmüşdür. Lütfizadənin fikrincə 21-ci yüzilliyin əsas inkişafını biliş təşkil edir. Biliyə sahib olan daha güclü olacaq. Güclü olan isə hər zaman qalibdir. Əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən, daim öz üzərində çalışan bir insan olan Lütfizadə özü haqqında belə demişdir. Yalnız savad kifayət etmir, zəhmət və uğur da çox vacibdir. Mənim uğur formulum qabiliyyət, zəhmət və isrardır. Uğurun elementləri bunlardır. Görkəmli alim Amerika Birləşmiş Ştatlarında vəfat etmişdir. Ölümündən bir ay əvvəl Lütfizadə vətənində dəfn olunmasına icazə verilməsini xahiş edən bir məktubla Azərbaycan Respublikası Prezidentinin administrasiyasına müraciət etmişdir. Onun bu istəyi yerinə yetirilmiş, o Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Vətənimin oğlu kimi qəbul edilməyim həyatımın məğzi və şərəfimdir. Bakı və xalqım qəlbimin qaynar güşəsində özünə əbədi yer tutub. Lütfizadə. Bəli, indi isə keçirik suallara. Nizami Gəncəvinin qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eyləyə bilməz sözlərini Lütfizadənin hansı fikirlərlə müqayisə etmək olar?
Nizami Gəncəvinin bu sözləri ilə Lütfuzadənin fikirləri arasında çox gözlü bir bağlılıq və oxşarlıq vardır. Hər iki dahi şəxsiyyət insan fəaliyyətinin və cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsinin fiziki gücdə deyil, məhz elmdə və bilikdə olduğunu müdafiə etmişlər. Lütfüzadə də öz növbəsində 21-ci yüzilliyin əsas inkişaf xəttini elmdə görürdü. O qeyd edirdi ki, yeni əsrdə inkişafın təməlini bilik təşkil edir və dünyada hər zaman biliyə sahib olanlar daha güclü olacaq. Güclü olanlar isə hər zaman qalib gələcəklər. Beləliklə, Lütfuzadənin bu baxışları dahi şairimiz Nizami Gəncəvinin elmin üstünlüyü haqqındakı fəlsəfi fikirlərinin müasir dövrdəki real və bariz bir sübutudur. Lütfuzadənin böyük uğurlar əldə etməsinin səbəbləri nədir? Onun yüksək biliyə malik olması, daim öz üzərində çalışması, zəhmətkeşliyi və yenilikçi düşüncəsi idi. O, qeyri-səlis məntiq nəzəriyyəsini yaradaraq dünya elminə böyük töhfə vermişdir. Özünün dediyi kimi, uğurunun əsas elementləri qabiliyyət, zəhmət və israr olmuşdur. Hansı fikirlər Lütfuzadənin doğma torpağına bağlı olduğunu göstərir? Lütfuzadənin ömrünün böyük hissəsini xaricdə, yəni Amerika Birləşmiş Ştatlarında keçirməsinə baxmayaraq, vətəninə dərindən bağlı olduğunu, onun qürur dolu bəyanatları və son vəsiyyəti sübut edir. O, hər zaman Azərbaycanlı olması ilə fəxr etdiyini, Bakını və xalqını qəlbində əbədi yaşatdığını vurğulayırdı. Bu sevginin ən bariz nümunəsi kimi alim Amerikada vəfat etməzdən əvvəl doğma torpağında dəfn olunmağı vəsiyyət etmiş və onun bu istəyi yerinə yetirilərək Bakıda 1-ci Fəxri Xiyabanda torpağa tapşırılmışdır. Bəli, bu qədər. Hələlik.